Salam əziz uşaqlar, mənim adım Doktor Günel Əliyeva və bugün sizin üçün Əziz Diş Həkimində kitabını oxumaq istəyirəm. Əzizin 7 yaşı var. Çox mehriban, xəyalpərəst, amma biraz tənbəl və tərsdir. Sevmədiyi işi görməmək üçün çox inandırıcı bəhanələr düşünür. Məsələn, riyaziyyat dərsində darxanda müəllimə qarnın və ya başının ağrıdığını deyib birinci mərtəbəyə tibb bacısının yanına düşməyə icazə istəyir. Halbuki bir mərtəbə yuxarı qalxıb, paralel sinifdə oxuyan dostunu görməyə gedir. Əziz yemək bişirən anasını izləməyi, ona saysız hesabsız suallar və tövsiyə verməyi çox xoşlayır. Əziz başqa uşaqlardan çox fərqlənir. Amma onlar ilə bir oxşar cəhəti var. Əziz şirniyyatları çox sevir. Bəlkə tənbəlliyindən tez-tez dişlərini fırçalamağı unudur. Bəlkə elə də deyil. Doğrusu bunu dəqiq bilmirəm. Dünən yatmaqdan qabaq dişim ağrıyır, bəlkə bugün dişlərimi fırçalamayım deyəndə anası Əzizin yeni bir bəhanə tapdığını düşünüb gülümsədi. Əziz gecəni çox pis yatdı. Səhər saat 6-da yuxudan durub, sağ yanağının şişdiyi görəndə qorxub valideynlərini çağırdı. Ana, ata, tez buraya gəlin. Dərhal otağa gələn atası Əzizin yanağının dişlərini müayinə etdi. Əziz, yadındadır səni özümlə işə aparmağa söz vermişdim. Hə, amma dərs. Bəlkə bugün məktəb əvəzinə bizimlə işə gedəsən? Əziz çox sevindi. Axı bundan gözəl xəbər ola bilməzdi. Dişləri ağrımasaydı, yəqin ki, çarpayıdan yerə tullanardı. Otağa gələn anasının əlində balaca dərman şüşəsi var idi. Yəqin ki, nə vaxtsa siz də bu dərmandan içmişsiniz. İlk qurtumda meyvə, sonra isə acı dad verən həmin o sirop. Uşaqlar valideynlərinin iş yerinə getməyi çox sevirlər. Qıraqdan baxanda klinika Əzizə qəribə görünsə də, içərisi çox səliqəli və təmiz idi. Klinikaya gələnləri bir gözü kompüterə baxan, o biri gözü ilə içəri bakılsız keçənləri izləyib xəbərdar edən qeydiyyatçı xanım qarşılayırdı. Əziz xəbərdarlığı eşidib tələsik bakılları ayağına geyindi. Anası Əzizi çağırıb tapşırdı. Biz əynimizi dəyişib gəlirik. O vaxta qədər isə klinikanı Sevinc ilə gəzə bilərsən. Sevinc bu klinikada tibb bacısı işləyir. O, Əziz ilə bir-birindən fərqli kabinetləri gəzdi. Qəribədir ki, hər otaq ilə orada işləyən həkim arasında hansısa bir oxşarlıq var idi. Otaqlardan birinin divarları, oradakı həkimin dodaq boyası və ayaqqabısının rəngləri ilə eyni, moruğu idi. Digər otaqda isə divarları yaşıl idi. Həkim də yaşıl sviter geyinmişdi. O nədir? Oturacağa bənzəyir, amma o stomatoloji kürsüdür. Pasiyentlər orada əyləşir. Həkim isə balaca kresloda oturur. Buna görə bəzən həkimlər hirsli olurlar, onlara rahat oturacaq vermək lazımdır. Həkimlər hirsli ola bilməzlər, axı onlar insanları çox sevirlər. İndi isə gedək səninlə valideynlərinin yanına. Görəsən valideynlərimin işlədiyi otaq necədir, şkaflar, divarlar nə rəngdədir? Bu suallar haqqında fikirləşən Əzizin dişinin ağrısı getdikcə artırdı. Dəhlizdə anası Əzizi qucaqladı. Niyə bir kefsən? Gedək dişlərinin şəklini çəkək. Sonra isə otağa keçib müalicəmizə başlayaq. Atan artıq səni gözləyir. Dişlərinin şəkli nəyə lazımdır axı? Bəlkə həkimlər çəkdikləri dişləri baxmağı xoşlayırlar. Əzizin yadına düşdü ki, gizlincə valideynlərinin kompüterına baxanda orada qəribə diş şəkillərinə rast gəlmişdi. Nədənsə Əziz kompüter, planşet, telefon görəndə özü də istəmədiyi işlər görürdü. Tanış ol Əziz, bu doktor Fidandır. Bu isə rentgen aparatıdır. Rentgen, bəs şəkil, balaca, dişlərimizdəki problemləri adi şəkildə görmək olmur. Bu xüsusi aparatdır. Sən özünü kosmosa uçan raketdəki kimi hiss edəcəksən. Gəl bu tutacaqlardan bərk yapış. Qurğu ətrafında fırlananda hərəkətsiz dayan. Onunla birgə mən də fırlanacağam. Birdən baş gicəllənmə olar. Axı karusellərdən xoşum gəlmir. Narahat olma. Sən düz dayanacaqsan. Qurğu sənin ətrafında 2 dəfə dövr edəcək. Mən isə kameradan baxacağam. Lazım olsa dərhal gələcəyim. İstəyirsənsə çıxmayım heç buradan. Mən super qəhrəmanam ana. Amma çağırsam tez gəl. Az sonra Əziz anası ilə birlikdə kompüterdə qəribə şəkilə bir baxırdı. Belə də şəkil olar. Bunlar nədir? Səncə nədir? Dişlərim?
Bəs niyə belə çoxdur? Bu dişin üstündə qırmızı rəngdə x niyə çəkmisən? Özünü köpək balığı deyə bilərsən. Dişlərin onun kimi iki cərgəlidir. İlk cərgə süd dişlərindir, yəni indi ağzında olanlar. Altdakılar isə sonradan çıxacaq. Daimi dişlərindir. Ağrıyan dişin üzərində isə qırmızı rəngdə göstərmişəm. X işarəsi isə o deməkdir ki, bu dişi çıxartmaq lazımdır. Ağrıdacaq. Qorxma, iynə vuranda sanki ağıcı qanad səni dişləyir. Sonra heç nə hiss etməyəcəksən. Söz verirsən, sənə nə vaxtsa yalan demişəm, gedək atan və sevinç bizi gözləyir. Valideynləri heç vaxt Əzizi iynə ilə qorxutmurdular. O isə iynəni biraz ağrıtsa da, diş ağrısına qarşı vasitə kimi sayırdı. Əziz stomatoloq kabinetinə girdi. Otaqda bir neçə qəribə cihaz, Əzizin sevdiyi bənövşəyi rəngdə 2 kreslo var idi. Gəl dostum, bax, bunu barmağına taxıb, ürəyinin döyüntüsünü ekranda görə bilərsən. Sevinç, balacaya önlük gətir. Ata, axı çoxdandır ki, önlük taxmıram. Heç balaca da deyiləm, artıq böyümüşəm. Bu başqa önlükdür. Bunu bütün pasiyentlərə taxırıq və yaşla heç bir əlaqəsi yoxdur. Bax, indi ekranda sənin dişlərinin şəkli olacaq. Rengenlə çəkilən şəkilləri deyirsən, hə? Nə yaxşı bilirsən? Deməli belə, köpək balığı, bəli, 2 cərgə, onun haqqında da xəbərim var. Ata, nə qəribə papaqların var? Sənin papağın əsl pirat papağına bənzəyir. Sonra onu mənə verərsən? Verərəm oğlum. İndi ağzını aç və işə başlayaq. İstəsən gözlərini yumub özünü başqa planetdə təsəvvür edə bilərsən. Cəmi 15 dəqiqə sonra Əziz klinikanın dəhlizində dolanırdı. Darıxdığından pasiyentlərlə tanış olmağa çalışırdı. Bu zaman klinikaya bir qadın daxil olur. Əlindən tutduğu balaca qıza nəsə izah edirdi. Uşağın qucağında isə böyük, yumşaq oyuncaq var idi. Əzizin anası qadını gülərüzlə salamladı. Salam. Salam doktor, necəsiz? Qızımı müayinəyə gətirmişəm. İlk dəfədir ki, diş həkiminə gəlib və çox həyəcanlanır. Bugün uşaqlar günüdür deyəsən. Oğlum Əzizi də bizimlə gətirmişəm. Artıq buraları yaxşı tanıyır. O sənə hər şeyi göstərər. Əziz yeni dostu ilə salamlaşdı. Uşaqlar dərhal söhbətə başladılar. Elə bil çoxdandır bir-birlərini tanıyırdılar. Gedək sənə anamın otağını göstərim. Əlindəki nə oyuncaqdır? Köpək balığıdır. Mən qorxulu yerlərə gedəndə özümlə onu aparıram. Axı köpək balıqlarından hamı qorxur. Mənim anam qorxmur. Bilirsən onun nə qədər köpək balığına bənzəyən pasiyentləri var? Biri də bax elə sən. Necə? Mən köpək balığına bənzəyirəm. Bəli, axı sənin də köpək balığı kimi 2 cərgə dişlərin var. Sənə danışacağım hələ çox şey var. Uşaqlar, siz də Əzizə olan suallarınızı şərhlərdə qeyd edə bilərsiniz. Нормально было? Sorry. Не забыла, что я хотела сказать. Сейчас я соберусь. Я в писе okudum. Нет, еще раз. Что это такое? Səsim də getdi. Нет, получился хаос. Что это такое, боже? Beynimdə belə dissonans oldu. Sorry. Точно? Окей?